Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Salam Talih, bildim sən ona görə gəldin. Hoş gəlmişsən. Nə lazımdır? Talih, gəldim ki, sənə təşəkkür edeyim. Yaxşı ki, vaxtında mənə hər şey dedin. Nazlı indi necədir, dərmanlarını içir? Yaxşıdır, bacım indi daha yaxşıdır. Biraz baş gicəllənmələri olur, o da həkim deyir normaldır atdığı dərmanlara görə. Amma daha da yaxşı olacaq. Çox sağ ol ki, soruşursan. İnşallah yaxşı olsun. Məncə vaxt itirmə, sən gel, qardaşların da gələr bir problem olmasın. Çox sağ ol. Sən sağ ol Talih. Yaxşı ki varsan. Sən də. Sağ ol canım Elçicim. Nazlı, dünən hara gedirdin? Yaman belə tələsik çıxdın həyətdən. Özün də elə bir balaca təntimişdin ha. Qızlar, buradayam. Hə. Salamatam. Hə. Əvəz salamda nə problem var? Canım mənim. Elə bil ki, sən bari gəldin, mən biraz yad oldum axı, yaddan çıxdım ha. Ayşəgül, çünki normal sual vermirsən də mən sənə normal cavab verim. Nə olub, nə istəyirsən? Deyirəm, halal olsun o həkimə, sən o dərmanları verdi, özüvə gəldin. Payımız da verir, əvvəlki kimi görsən. Eynən. İnansan, dünəndən uzun çıxır. O qədər iş var idi, o qədər iş var idi. Ha, ölmüşük. Daha 3 dənə tərzindən iş olur, adam götürsün də ora biraz. Ha, insafsız deyil. Nə var, biraz pul çox qazansın deyə bizim belimizi qırırlar. Qaqa, ən yaxşısı bilsən nədir? Məndən sən məsləhət. Öz işini qur, özün tək işlə. Maşının da var da, düzdür. Vəssalam, bir dənə yer kirayələ, canın qutarsın, öz əlin öz başın. Məhlənin dadı duzu qalıb ki, o sarıbaş dirilib gəlib də, nə deyir. O da ki, Allah bilər nə zibili var idi yerə qayıdıb gəlib. Ay mənim lavım, çay içirsən? Yox, gözdə cümara qoymuşam onu da. Ala bu pulu atıya verərsən, deyərsən mənim borcumdan çıxar, mən gedim işlərim. Başda. Nuş olsun sizə. Sağ ol. Nazlı, yaxşısan bu gün? Yaxşıyam. Ürəyin nəsə istəmir? Yox. Gələndə alın. Heç nə, çox sağ ol. Yaxşı, onda sağ olun, özünə yaxşı bax. Salamat. Ay Nazlı, nə yaman belə fikirlisən, nəsə olur? Nə bilim, ay Nərmin, fikirləşirəm də. Arada fikirləşmək yaxşı idi, sizə də məsləhət görürəm. Ailədir, bu deyil, gələndən deyil, onu elə, bunu elə. Bezdimi də iş görməkdən mən. Dur gedək görə indi nə deyir. Sən bə! Xəzər, birazdan sənin vəsiqəmin şəklini atacağam. Sən biletləri al, gedək. Biletləri ala bildiniz? Nazlı razılaşdı. Sevdam, sən elə bilmə, mən gedirəm, siz burada sahibsiz qalacaqsınız, tək qalacaqsınız, yox. İnşallah mən Nazlı ilə evlənim, hər şey yoluna girsin, ara sakitləşsin. Onun kimi də əlaqə saxlayaraq həm əmmə demişəm, tapşırmışam,
sizin üstünüzdə olacaq. Yəni heç kim burada sizə heç nə eləyə bilməz. Əsas sən xoşbəxt ol, bizdən nigaran qalma. Yolunuz açıq olsun. Canım səndən. Hə, bir də mən öz paltarlarımı qara sumkanın içinə qoymuşam. Onu da qoymuşam zibil klubuna. Mamam şübhələnməsin deyə nə olar onu götür, darvazanın çöl tərəfdən yanına qoy, mən gəlib götürəcəm, yaxşı? Yaxşı, get. Bu nədir? Zibili indicə tullayıb gəlirəm. Nədir, zibil atmağına da qarışacaqsan? Bəlkə qızın özel əşyaları var, atılasan. Mən nə dedim axı? Evet. Görüm əhvalın nətərdir? Yaxşısan? Yaxşı, veynarsa çölə barə çıxmıram. Kətdə nə var da yox, neynirlər, nə danışırlar? Gördüyün kimi, bildiyin kimi. Yox, sağ ol. Özündədir. Gəl bazı, gəl. Xoş olsun. Sağ ol, Aynalı. Necəsən qızım? Yaxşıyam, siz necəsiz? Sən yaxşısansa deməli biz də yaxşıyıq da. Ya maşallah düzəlirsən. Maşallah. Biraz da gözəlləşmirsən bacı. Göz dəyməsin. Sən necəsən, Araz? Belə, yaxşıyam. Yorğunsan amma. Ha, çox yorğunum. İşdə biraz işim ağır olub ona görə. Yaxşı oldu ki. Sağ ol, ay bacı. Mən səni hamınıza çox istəyirəm. Biz də səni çox istəyirik. Ola bilər ki, nə bilim, bəlkə bildirə bilməmişəm sizə olan sevgimi. Amma həqiqətən mənim üçün o qədər dəyərlisiniz ki. Düzdür, axır günlər çox şey yaşadıq, çox hadisələr gəldi başımıza. Amma hər birinizin yeri mənim ürəyimdə ayrıdır. Mən sizlə nəfəs alıram. Biz də vallahi səninlə nəfəs aldıq. Nazlı, sən də bizim əzizimizsən. Canımızsın. Nə yaxşı ki varsın. Yaxşı ki varımızsan. Sənin çay sözün Nazlı. Yox, xoş olsun. Onu balaca deməli idi, mən dedim də, yəni biləsən. Yorğunçuluqdan. Balaca yorğun. Əlbəttə ki, çox yorulmuşam. Belə də ki, hamımız bacımızın qulluğundayıq. Götürüb zibili qız bura niyə qoyub? Ay sənə qurban olum. Nə olub, nə axtarsan? Heç nə. Sevda götürüb zibili bura qoyub. Deyirəm, aparım tullayım da. Diyan, Diyan, sən niyə narahat olursan ki? Sən keç sevə, mən özüm aparacam. Narahat olma. Harda qaldı, ey Nazlı?
Nazlarda qaldı, niyə gecikəcəyik biz? Nazlı gəl çıx da, hardasan? Ayda, Sevda, sən nə istəyirsən? Alo, hə Sevda? Yox, nə aeroportu, Nazlını gözləyirəm, gəlib çıxmır ki hələ. Heç özüm bilirəm ki, Sevda niyə gəlməyib. Çox narahatam. Deyirəm, bəlkə evdə nəsə problemi var bunun. Zəng də eləyə bilmirəm ki, birdən problem olar ona. Bilmirəm. Yaxşı, gözlə, mən Nazlını yığıram. Oldu, sağ ol. Yo, sağ olsun Rıza əmi. Köməklik edir də, öyrədir mənə. Amma sən canım, məsləhətsiz da gedib bu heyvanlara iynə zad vurma. Əşit, əvvəl də oldu da. Əşit, mən bir də şey deyən deyirəm. Bu kimdir? Nazlıdır o. Ha! Ay Nazlı! 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 Ay bacım! Nazlı! Ay Nazlı, kurban olum gözler basın oğlum sen. Ne olur mu? Ay Nazlı! Aras! Nazlı! Aras! Ay Nazlı, Aras! Ne değil? Nazlı! Ay bir çömeyle. Gel. Çömeyle. Gözlerin üstünde dur, bir daha sen gir tezgah yardıma. Gözle. Tezgah yardıma sen gir. Çekil. Nazlı! Ne oldu yine ona? Üstdən su vurun. Tez atla. Tez ol. Kes. Neyniyim indi mən? Götür də bu telefonu, nə olar? Ne oldu ya? Ne iş geldi hele bu kızın başına gelir? Nazlı'nın telefondu o. Kimdi ki zəng eləyən? Nazlı'nın telefonda yəqin bir yıxılanda əlindən salıb yerə. Bildimə zəng eləyən kimdi? Güllüydü zəng eləyən, ad boy verdim. Yəni indi onsa nə danışacaq o ilə? Yazıq qıza uzaqdadır. Nəsə deyərəm dəli olar. Gəlinlər deyir çiynində sumkası olub. Yəqin paltarların yığıb evdən gedirmiş də. Ay Arif, nə danışırsan sən? O lazımsız paltarları yığmışdı, atmaq istəyirdi. Yəqin elə onlar olub. Evdən getmək nədir, nə danışırsan? Sanıbər. Arif, sən o gəlinlərin sözünə çox da qulaq asma. Necə oldun? Yaxşısan, özünə gəldinsə keç içəri. Qız görə necə oldu? Keç. Kes. Xəbər olsa mənə də deyərsiniz də, mən gedəm dükana mal almağa. Yo, meyvə tərəvəz verən oğlanın yası düşüb, özüm gedirəm. Yaxşı. Yaxşı, xəbər edərsiniz. Talih. Ne oldu be? Niye ağlıyorsun Talih?
Nazlıya görə ağlayırsan, hə dədə? Elə hər şeyə görə ağlayıram. Başqa nə olub ki? Abi dədə nə olub, niyə ağlayırsan? Sinif yoldaşlarımı gördüm. Keçmiş adlar çox şövəlmiş, hə? Telefon vaxtıdır bu dəqiqə, sinif yoldaşı ayınmayam mən. Yox, Seymur Gül'ü gördüm. Yanında kızlar da var idi. Mənim köklüyümü ələ salırdılar. Qələt illərə fikir vermə. Qaqa, mən elə kökəm ki... Belə deyim də, Tali, sən nə boyda olsan özünə köş deyərsən? Bunu çəkib, fil boyda olsam özümə kök deyərəm. Yox, hələ fil boyda deyilsən. Amma sürətlə filə tərəf qaçırsan. Mən görsə sən də onlar kimi danışırsan. Yaxşı, zarafat edirəm də, yaxşı. Necə mən özüm fəri başlayayım, qarnıma bax. Güllü bəlkə də mənə qarnıma cavabdı, getdi. Kövrənmə də, qaqa. Elə düşünmə, elə fikirləşmə. Kövrən də. Sənlə məzələnənlərin payını verəcəm, bax, inanırsan. Qoy Arif Giləzadə, baş açılsın, Arif Giləzadə yığacam, gedib tək yox da, tək bizi döyərlər. Gedib onların payını nə tər lazımdır verəcəm. Yaxşı, düz deyirsən, düz deyirsən. 7 qardaş bu, yox, gedib dərslərini verək. Tali. Ay Tali. Deyirəm, bəs də səhv edirik, biraz arıqlasaq yaxşı olar. Bax, yemək az yesək, idman eləsək, həm qarnımızı əritsək, bəlkə bir arıq-marıq, yaraşıqlı bir oğlan olarıq. Bəlkə də bu gündən başlayaq, hə? Nə deyirsən? Mal almağa qaça-qaça gedək. Düz deyirsən. Arıqlayacam, hamısını görəcək ki, mən necə arıqladım. Amma mən indi yəqin ki, fil boyda deyirəm də, düzdür? Yox, fil boyda deyirsən. Gəl bu gündən qaça-qaça gedək. Arıqlayacam. Gedək? Gedək. Tamam, dur qaç. Birinci gəzə-gəzə də. Sən qaç, sən olsa qaçarsan, mən yolda səni satacam. Qaç. Qaç. Bunu necək çox? Əzər, bir şey öyrənə bildin? Yox, heç nə. 100% başına bir iş gəlib, dükan da bağlıdır. Yox, mənə dedi ki, 5 dəqiqə görüşək. Evdən çıxanda yəqin rahat səs atıb da. Bəs niyə gəlmədi? Bilmirəm də, Sevdə, bilmirəm. Elə mənə də o maraqlıdır da. Görmürsən, zəng edirəm, zəng də çatmır telefonda. Mən maraqlanaram, narahat olma, görün. Nəsə olub? Nə danışırsınız? Heç nə. Yox, fikir verirəm. Dünəndən nəsə danışırsınız, amma mənə heç nə demirsiniz. O boyda şeydən sonra nə deməyimizi gözləyirsən ki? Sən necə etibar edib nəsə deyək? Nə olar, canınız sağ olsun. Demirsiniz, deməyin də. Tək ki, sizə heç nə olmasın. Özünüz öz başınıza iş açmayın. İnşallah bir gün ölüb gedərəm. Ondan sonra daha da mehriban olarsınız. Amma arada məni də fikirləşin. Nazlı ilə Xəzər Türkiyəyə qaçırmış. Nə danışırsan? Ay qız, nə ağzıma gələni danışırsan? Canımın içi deyirəm, bəlkə sən nəyisə səhv başa düşmüsən, hə? Mənə heç də göz qaş eləməyin, öz gözümlə görmüşəm mesajları. Bayaqdan da yazır ki, nə oldu, harda qaldın? Nəsə problem var? Dünən zəng eləyən o küçük idi, səni var. Onsuz da ona heç bir həkim kömək edə bilməyəcək. Arif, sən ailə uşağı indi baş və yıxmısan. Mən özüm deyib o Xəzərin işini görürəm. Nə danışırsan, ay nəbi? Zəhrimar nəbi, çor nəbi. Bilmirdin, elə ağzına gələn danışan axırı bu olacaq. Bu da mələk olub, Bilirsiniz nədir?
Hər kəs otursun oturduğu yerdə. Bax, siz də yaxşı qardaş olsaydınız, bacınız qaçmazdı. Nə demək istəyirsən ki? Demək istəyirsən ki, biz qeyrətsizik. Yox, elə demək istəmirəm, yox. Sən Hubert, sən nə danışırsan? Danışığı eşidirsən, sən nə deyirsən? Arif, mən düzü danışıram. Yəni siz görmürsünüz ki, sizin bu tərsliyiniz, sizin bu egoistliyiniz iki cavan gül kimi uşağı necə məhv eləyib, hə? O yazıq qız da havalanıb dəli olub, dərmanlardan başı gicəllənib yıxılıb. Hələ onun axırı necə olacaq? Heç birimiz bilmirik. Bilmirik necə olacaq. Hələ də özünə gələ bilmir. Yadınıza salım ki, o oğlan da bax, sizin ucbatınızdan ölümdən qayıdıb. Bacımız da dəli olmaqdan. Daha dincəlin, insandır da, indi bir səhvdir də eləyib. Niyə onu əlinizə bayraq eləmişsiniz axı? Niyə də? Axı o qız vaxtında gəldi, sizə yalvardı, dərdini dedi sizə. Siz nə elədiniz? Bir də onu deyim ki, qardaşlıq, qeyriyyət çəkirəm deyə güdürəm, stola yumruq vurub qorxutmaqla olmur. Dincəlin də day. Nərmin, sənə də ayıb olsun. Qadın dediyin davanı, aranı sakitləşdirər, qan salmaz. Sən burada yaşayırsansa, deməli bura sənin ailəndir. Amma belə ailə qorumazlar. Yaxşı, indi bax, bunu deməklə sən neynəmək istəyirdin? Fikrin nə idi, hə? Gərək kiminsə əli mütləq qana batsın, hə Nərmin? Belə qoruyursan sən ailəni. Mən heç belə düşünməmişdim. Şeydir, Nazlının otağından ağlamaq səsi gəlir. Əhməd Fazil sakitləşdirə bilmir. Bəlkə siz nəsə eləyəsiniz, hə? Sən Hubert, o otaqda bir sən olmamısan. Get danış körpə közün əl alır, get. Dincəlin, dincəlin. Məni? Bizimki də bura qədər imiş. Sevda nə olub? Məhkəmənin vaxtı bəlli oldu. Yaxşı, ağlama. Sevda, məni bağışla balamsın. Bilirəm, yaxşı hərəkət eləməmişəm, səhv eləmişəm. Amma o ərəfədə ağlım başımda döyüldü. Beynimdə min dənə fikir var idi, sənə qurban. Yaxşı, mama. Başa düşdün məni. Bir də ki, başa düşürəm. mən Mirzəyə arxayın olmasaydım, sizi evdən qovmazdım. Narahat olma, mama. Mən mamama küsmərəm axı. Barışdıq. Küsməmişdim ki. Olmuşsun. Bircə qardaşın da məni başa düşsəydi. Sən səhvi boynuna al. O səni mütləq bağışlayar. Onun qəlbi yumşaqdır. Nazlı ilə yenə də danışırlar, hə? Məndən söz almaq üçün barışdın, mama. Sən məni nə hesab edirsən, sənə qurban? O nə sözdür? Hara gedirsən? Gələcəm birazdan. Yaxşı, biz nə vaxta qədər bu qızı ancaq belə dərman iynə ilə yatızdıracaq? Həkim gələcək də, görək o nə deyir. Məncə düzəlməyəcək. Nə deyir, düz deyirəm də. Görmədiniz, heç kim tanımır. Elə demə də. Nazlı möhkəm qızdır, yaxşı olar. Yəni də, yazığın başına daha gəlməyən qalmadı yer. Nəcibi görməmisiz? Nə olub ay Arif? Onu tutsam şikəst eləyəcəm. Niyə? Nazlının bütün problemlərini gəlib danışıb qohum əqrabaya. Telefonum dayanmır. Onu da
ağzında söz qalmır da. Hə, dedi. Biraz önce Nazlı'nın bütün sirrini ortaya tökən qız. Yaxşı, siz də qulaq asın. Axşam xalamgil gələcək. Ehtiyatınızı görün. Ay Arif. Axı səsküy olmaz. İndi həkim də gələcək. Nəyə lazım idi ki? Bildim də, yaxşı, indi nə var deyim gəlmə. Nəsə, ehtiyatınızı görün də. Nəcəbi görsəz, yine Arif axtarıram. Nəsə qızlar, eşitdiniz də, indi evə adam da gələcək. Həyət baca da ki, yaman gündədir. Mən yeməyi bişirirəm. Siz də durun, həyətə baxın. Oraları yer yığış eləyin, sonra da gəlin keçin evlərə baxın da. Yaxşı qızlar. Elə bir biraz çox oldu axı. Həyət baca, ev. Yox, bizə əmr elədi, yoxsa nə elə gəldi? Yox, elə gəlmədi. Yox, elə elədi. Hə. Yaxşı, səni bilirsən, sən ol, mən də mən. Bura niyə bağlı deyə görəsən? Nazlı, xahiş edirəm, telefona cavab ver də. Necəsən, yaxşısan? Nazlıgilin məhəlləsindən gəlirəm. Nə oldu, bir şey öyrənə bildin Sevda? Dünən axşam evlərinə təcili yardım gəlib, amma kimə, nəyə heç kim bilmir. Hayda, bəlkə Nazlının üstünə gəlib, bəlkə Nazlıya bir şey olub, hə? Heç kim heç nə demir. Hara gedirsən? Gələcəm. Deyirəm elə, yaxşı oldu sənə. Sən də o deyəni deyirdin. Yaxşı ağzımın payını verdi. Səsini kəsir. Sən burada yox idin, Nazlı nələr yaşadı onu mən bildim. Sən hardan biləsən? Az, nə oldu? Özün hazır idin bə qardaşlarına deməyə. O başqa məsələ də, onu... Nəysə, Nərmin, mən səndən dalaşmayacağam. O halda deyiləm. Əlbəttə məndən dalaşmayacaqsan. Özdəki bizim düşmanımız başqadır. Hey, deyirəm ki, bu səni var, özünü elə aparır. Elə bil bizim böyüyümüz deyil. Üz vermirsən də. Amma əvvəl belə deyildi, Nərmin. İnanırsan, sən gələnə qədər evdə bütün işləri o görürdü. Nəsə, nə kərəmətsə sən gələndən sonra oldu. Görəsən o gəlməmişdən qabaq işləri kim görürdü? Biz görürdük də. Deyə bilmirik də, dilimiz qısadır. Dıxımız çatmır. Yoruldum ey. Bu külək belə əsir kimi nəzbili var. Tökür bizim qapıya da. Demək, mən də yoruldum. Gəldi. Qızlar, siz elə işinizi bitirməmisiniz? Az qalıb. Çox xahiş edirəm, nə olar, biraz tez eləyin də, evdə də kömək lazımdır. Nazlı da özünə gəlir, ayılır. Onun da yanında lazımdır, adam olsun baxmağa. Çox xahiş edirəm, biraz cəldə olun. Ya, inanırsan elə ona çalışırıq biz də. Çalışırıq. Çalışırıq. O Zeynəbil bu kraliçadır, biz bunun nökərləriyik. Mən burada olmayanda qəşək üz verimsən ha, indi qabağını ala bilmirik. Üz vermə söhbət deyil. Dedim axı, sən gələnə qədər hər şey yaxşı idi. Sən elədin, neynədinsə. Sən elədin, elədin. Mənə bax. Nə var? Şəkər, salam. Salam, nəyə gəlmirsən? Çıx get, çıx get. Bax, bilsələr, görsələr səni öldürəcəklər, çıx get. Bildim, Nazlı necədir, yaxşıdır. Nəyibə lazımdır, hər şey yaxşıdır, narahat olma. Bəs dünənlər təcili yardım gəl baxı, kimə görə gəlmişdi? Nəyibə lazımdır, Xəzər? Necə nəyimə lazımdır? Nazlıya görə gəlmişdi. Hər şey yox. Əhməd Fazənin təzyiqi qalxmışdı, ona görə gəlmişdi. Çıx get də. Hayda, Allah şəfa versin. Əhməd əmi nəyə əsəbləşmişdi ki? Yaşlı adamdır da, indi olur. Yaşla əlaqədərdir, olur ara-sıra, çıx get. Mənə bax, özlər Nazlı yaxşıdır. Dərmanlarını içib, kefi də əladır. Anana yazığın gəlsin. Bax, sənə görə çox narahatdır. Çıx get, səni görməsinlər. Bax, başın ağrıyacaq.
Ay qaqa, idman eləyək. Daha belə də idman olmur axı. Ha, mən də öldüm, nəfəs alanmadı. Oy. Sən bir söz de mənə. Girdim sinif yoldaşlarımın olduğu WhatsApp qrupuna, mən söz deyənlərin hamısını söhbətə çağırdım. Neyirəm sən? Dedim, qardaşım sizə dünyanın neçə bucaq olduğunu göstərəcək. Hesabı zaten Tali. Bilmirəm ki. Gəldilər. Ay, Nəcib. Arif gil çağırım. Sən çağırmısan bizi söhbətə. Salam aleyküm. Nə oldu? Rəngin niyə qaçdı? Allah bəlanı versin Tali, heç nə deməm. Həkim, sən bizə de görüm, qızım necədir və niyə bizi tanımır? Ola bilər ki, içdiyi dərmanlardan elə olsun. Demək, həkim, bu dərmanları içəndən sonra bir də görsən baş gicəllənməsi olurdu. Yıxılma zamanı aldığı kəllə beyin travması nəticəsində beynin yaddaş cavabdeh nahiyəsinə təsir edib. Ona görə Nazlı xanımda amneziya, yəni yaddaş itkisi yaranıb. Bu hal bəzən keçici olur, bəzən isə qalıcı ola bilər.